Deməli, dəyərli qardaşlar, neçə vaxtdır ki, həyətinə avtomobil daxil olan 2 otağın üzünə həsrət idik. Bugünkü gün bu ev çıxıb satışa, səbirsizlənmişik, ona görə də həyətin vəziyyətin düzələcək. Bir həftə ərzində düzələcək də gözləyə bilmədim ki, tamamlansın da işlər. Amma evin içi tam təmirli, dəyərli izləyicilərimiz. Evin sənədi kupçadır, evində torpağında kupçası var. Həyətinə bir 2-3 dənə maşın girir. Masazırdır bura, dəyərli izləyicilər. Masazırda 6 nömrəli məktəbdən aşağıda 569 nömrəli marşrut var. O, avtovağzal metrosuna işləyir. Deməli, qaz su işıq çəkilib, kanalizasiya mərkəzi kanalizasiya sistemidir. Bir dənə aparıb qoşmaq qalıb, onu da həll edir. 8 daş kürsülüdür, dəyərli izləyicilərimiz. Qoşa kubikdir ev. Deməli, girişdə solda mətbəxidir. Qəşəng geniş mətbəxi var. İndi bu işlər də tamamlanır da yavaş-yavaş Allahın köməyi ilə. Kombi xəttlərinə qədər çəkilib. Bura yataq otağıdır. Məsafəsi var. Divarın arasında məsafəsi var. Düzdür, 3 metr, 4 metr saxlamaq mümkün olmur. Bugünkü gün belədir. Qoşa kubikdir, hörmətli izləyicilər. Burada qonaq otağıdır. 44.000 manatdır. 2 otaqdır. Paket kupçalıdır. Masazır 6 nömrəli məktəbdən aşağıda 569 nömrəli marşrutda indi hardasa 200 metr məsələn. Gələrsiniz 210 metr olar da deməyin ki, yalan dedim. Təxminən 200 metr belə gözə yarı mən elə ölçdüm. Belə, zəng eləyin, göstərək evi, sağ olun.